Salam dəyərli izləyicilər, 18 noyabr 2025-ci il əfv sərəncamı ilə bağlı bir rəsmi açıqlamanı diqqətinizə çatdırıram. Zəhmət olmasa videonu paylaşın, bəyənin və burada üstəgəl işarəsinə bir dəfə vurun ki, digər vacib xəbərlərimizi də izləyə biləsiniz. Bu ilin sonuna kimi əfv sərəncamı gözlənilirmi? Bununla bağlı əfv komissiyasının üzvü millət vəkili Fazil Mustafa bildirib ki, yəqin ki, bu ilin sonuna qədər Azərbaycanda əfv sərəncamının imzalanması nəzərdə tutulmayacaq. Hazırki vaxta qədər dünya azərbaycanlılarının həmrəylik günü və yeni il bayramı ilə əlaqədar əfvlə bağlı komissiyanın iclası nəzərdə tutulmayıb. İclaslarda çoxsaylı müraciətlərə baxılır. Bunun üçün də 2-3 ay vaxt tələb olunur. Çox güman ki, bu ilin sonunda deyil, mart ayında Novruz bayramı münasibəti ilə əfv etmə olsun və deputat əlavə edib ki, əfv məsələləri prezidentin səlahiyyətindədir və fərdi qaydada da həyata keçirilə bilər. Hələ ki, komissiya üzvü olaraq ona məlumat verilməyib. Qeyd edək ki, sonuncu dəfə bu ilin may ayında əfv sərəncamı imzalanıb. Sərəncam 200-dən çox şəxsə şamil edilib.